Ali məhkəmə vətəndaşların pulunu ələ keçirməkdə, külli miqdarda pulu leqallaşdırmaqda və digər cinayətlərdə ittiham olunan 1987-ci il təvəllüdlü Elvin Əliyev və onun 1989-cu ildə anadan olmuş qohumu Ənvər Əkbərovun cinayət işinə baxıb, Teleqrafın əldə etdiyi xəbərə görə onlar cinayəti törədərkən özlərini Azərbaycan Ali Dövlət Orqanının vəzifəli şəxsləri kimi təqdim ediblər. Elvin Əliyev Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri vəzifəsində işlədiyini bildirib, zərərçəkmişə 2021-ci ilin dekabr ayında Twitter sosial şəbəkəsinə ali hakimiyyət orqanlarına işə düzəlməklə bağlı yazdığı müraciətlərinə baxdığını, işlə təmin edəcəyini, hətta birdəfəlik maddi yardım alacağını və tezliklə onunla əlaqə saxlanılacağını deyib, beləliklə həmin şəxsin pulunu mənimsəyib. İstintaq sənədlərində göstərilir ki, başqa bir şəxsə özünü Prezident Administrasiyasının Məktublar Şöbəsinin müdiri vəzifəsində general rütbəsində işləyən Vəliyev soyadlı şəxs kimi təqdim edib, 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş şəxsin qəzalı vəziyyətə düşmüş Göylər kəndindəki evinin təmir olunması ilə bağlı aidiyyatı qurumlara ünvanladığı müraciətlərinə baxıldığını, dəymiş ziyanla bağlı ona 5127 manat məbləğində birdəfəlik maddi yardım veriləcəyini, bunun üçün isə onun adına Port Manat hesab nömrəsinin açılması və həmin hesabı nömrəsinə 260 manat depozit formasında pul ödənilməsinin lazım olduğunu bildirib, onun 520 manatını ələ keçirib. Təqsirlənən hər iki şəxs Respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısı, 17 nəfər digər mülki şəxs olmaqla 39 nəfərə ümumilikdə 16765 manat pul vəsaitini ələ keçiriblər, o cümlədən 12308 manat məbləğində pul vəsaitini leqallaşdırıblar. Təqsirlənən şəxslər bəzi zərərçəkmişlərə özlərini general-mayor və ya polkovnik rütbəsində vəzifəli şəxs kimi təqdim ediblər. Cinayət işi üzrə Eldəniz Əkbərov, Məhəmməd İsayev, Ceyhun Həsənov, Fazilə İskəndərova, Sənan Əhmədov, Rüstəm Bəkirov, Vüsal Əliyev, Həbib Qurbanov, Elmidar Həsənov, Vasif Sofiyev, Adil Nuriyev, Naib Əliyev, Elxan Allahquliyev, Yusif Ezayev, Emin Əzimzadə, Kain Xacalov, Qərənfil Yusufova, Vüsal Zeynalov, Ənvər Üzeyrov, Leyla Telmanzadə, Elmin Rüstəmov, Ruslan Zeynalov, Azər Nağıyev, Ramiz Məmmədov, Minəxanım Zahidova, Zahir Zəfərli, Anar Ağammətov, Zülfüqar Səmədov, Firuzə İbrahimova, Ələsgər Nəsirov, Hamlet Xəlilov, Şəlalə Məmmədova, Fazil Tomayev, Elbruz Dövlətov, Bəxtiyar Hüseynov, Amil Hacıyev, İsrail Quluzadə, Elnur Cəfərov, Elsəvər Babayev zərərçəkmiş qismində tanınıb. İstintaq orqanı tərəfindən Elvin Əliyevin barəsində Cinayət Məcəlləsinin 177.2.2 təkrar oğurluq, 177.2.3-1 elektron məlumat daşıyıcılarından yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq törətmək, 29.177.2.2 təkrar oğurluq törətməyə cəhd, 29.177.2.3-1 elektron məlumat daşıyıcılarından yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq törətməyə cəhd, 178.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dəlaculuq törətmək, 178.2.2 təkrar dəlaculuq törətmək, 29.178.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dəlaculuq törətməyə cəhd, 29.178.2.2 təkrar
dəlacılıq törətməyə cəhd 193-1.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakçı leqallaşdırma 193-1.2.2 təkrar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakçı leqallaşdırma 310-cu vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə Ənvər Əkbərov isə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 310, 193-1.2.1, 193-1.2.2 maddələri ilə təqsirli biliniblər. Elvin Əliyev məhkəmədə ifadəsində ittiham üzrə özünü təqsirli bildirib ki, oğurluq etməyib, heç bir leqallaşdırma aparmayıb. Yalnız etibardan suyu istifadə etmişəm və vəzifəli şəxsin adından istifadə edərək zərərçəkmiş şəxslərin aldatmışam. Bundan sonra Topaz saytında oynamışam. Topazda oynayan vaxt uduş olduğum və oynadığım vaxtlar Ənvər Əkbərovun hesabına pul göndərə bilmişəm. Öz kartım üzərimdə olmayanda, yaxud kart zədəli olanda və ya başqa yerdə olanda pullar Ənvərin kartına göndərilib. Ənvər də pulu kartından çıxararaq mənə verib. Həmin epizodlarda 3-4-cü üst-üstə düşür. Lakin heç bir leqallaşdırma etməmişəm, heç kimin əmlakını oğurlamamışam, dəlacılıq edərək birbaşa öz kartıma pul vurdurmuşam. Orada portmanatla yükləmə var, portmanatların da hamısında şəxsi qeydiyyatım var və bütün məlumatlar mənə məxsusdur. Sadəcə vətəndaşa gedən SMS-lər portmanatın göndərdiyi SMS-lərdir. Heç kimin adına hesab açıb orada oğurluq etməmişəm. Sadəcə ayrı-ayrı adamları aldatmışam deyə Elvin Əliyev ifadəsində göstərib. Elvin Əliyev bildirib ki, əvvəllər dəlacılıq cinayətinə görə məsuliyyətə cəlb olunub və cəzasını çəkib. Elan olunmuş epizodların hər birini qəbul edirəm. Bütün epizodlarda göstərilən məbləğdə pulu almışam. Zərərçəkmiş şəxslərlə telefonla danışarkən özümü Prezident Administrasiyasının polkovniki Vəliyev kimi, yəni vəzifəli şəxs kimi təqdim etmişəm, lakin həmin adı uydurmuşam. Prezident Administrasiyasında elə bir adam yoxdur. Zərərçəkənləri sosial şəbəkələrdə yazdıqları müraciətlərdən tapmışam deyə o ifadəsində göstərib. Elvin Əliyevin sözlərinə görə təqsirləndirilən Ənvər Əkbərov onun həyat yoldaşının əmisidir. Ənvərin bu işə heç bir adiyyəti yoxdur. Mərd saytlarında oyun oynamışam, sonra həmin pulun məbləğlərini Ənvərin kartına yönləndirmişəm. Kartdan alış-veriş etdiyim zaman kəşbek qazanmışam, pulları arada Ənvərin kartına göndərmişəm, Ənvər pulu çıxararaq mənə verib. Bütün pul məbləğlər Topaz saytına yüklənib. Mərc oyunlarını oynayandan sonra həmin məbləğ artırıb azalanda pulu Ənvərin hesabına köçürmüşəm. Bankomatlar özümə yaxın olanda pulu işim olmayanda özüm çıxarmışam. Bəzilərini isə Ənvərə dedikdən sonra o çıxarıb. Pulları mənə gətirdiyi üçün ona yol pulu vermişəm. Kəşbeklər Ənvərə qalıb deyə Elvin Əliyev qeyd edib. Elvin Əliyevin ifadəsinə görə Ənvər Əkbərov zərərçəkmiş şəxslərlə cəmi bir dəfə danışıb. Kiminlə danışdığı yadımda deyil. Həmin vaxt telefonla zəng gəldi. Telefonu Ənvərə verdim. Tapşırdım ki, güya zəng vuran şəxsə polkovnik Vəliyevin köməkçisi olduğunu desin, birazdan zəng etməsini məsləhət görsün. Ənvər mənə qohum olduğu üçün inanırdı deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, özü əvvəllər Azalda tikinti sahə rəisi işləyib. Onun ifadəsinə görə qazandığı pullar barədə vergi orqanlarına məlumat verməyib, əvvəlcə mərc oyunlarını oynayıb, sonra pulu çıxarıb. Mərc oyunları ilə bağlı aparılan əməliyyatlardan vergi ödənilmədiyini hamı bilir. Vətəndaşlardan
Aldığım pulların çoxu hissəsini mərc oyunlarında uduzmuşam. Lakin dəqiq hansı hissəsini uduzduğumu xatırlamıram. Həmin vaxt elektrik işləri ilə məşğul olmuşam. Bütün şəxslərə özümü vəzifəli şəxs kimi təqdim etmişəm. Rütbəmi də polkovnik demişəm. Prezident administrasiyasının polkovnik rütbəsində işləyən şəxsin olub olmadığını bilmirəm deyə Elvin Əliyev ibtidai məhkəmə istintaqı zamanı verdiyi ifadəsində belə göstərib. Təqsirlənən şəxs ibtidai istinaq zamanı verdiyi ifadəsində göstərib ki, Twitter mobil tətbiqində login və parolsuz, Facebook və Instagram tətbiqində isə login və parolla daxil olub. Orada Azərbaycan prezidentinin, birinci vitse-prezidentin, prezidentin administrasiyasının, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər dövlət qurumlarının səhifələrində şərhlər bölməsində ünvanlı sosial yardım, aylıq və ya birdəfəlik sosial müavinət və digər maddi yardım ayrılması, təqaüd təyin edilməsi, işə düzəlmə və hüququn pozulması və digər məsələlər barədə elektron formada ünvanlanmış müraciətləri tapmışam. Müraciətlərdən uyğun olanları seçərək mətnləri ilə əvvəlcədən tanış olmuşam. Müraciətlərdə göstərilən mobil telefon nömrələrinə zəng edərək şikayətçilərlə danışaraq aparmışam. Özümü prezident administrasiyasının şöbə müdürü vəzifəsində polkovnik rütbəsində işləyən Elmar Vəliyev soyadlı ya da Vəliyev soyadlı ilə təqdim etmişəm. Müraciətin mətnindən asılı olaraq vətəndaşla bir qədər oradan buradan söhbət aparmışam. Yəni vətəndaşın ali vəziyyəti, üzvləri, həyat tərzi, maddi durumu, dolanışığı, harada işləməsi və digər bu kimi mövzularda ümumi söhbətlər eləmişəm. Həm söhbətlərin etibarını qazandıqdan sonra əsas mətləbə keçərək ona ya müəyyən məbləğdə maddi yardım olunacağı, ya işə düzələcəyi, ya sosial yardım alacağı, ya aylıq və ya birdəfəlik müavinət təyin ediləcəyi, ya da təqaüd təyin ediləcəyi barədə boş vədlər vermişəm. Vətəndaş inandıqdan sonra isə maddi yardımı almaq üçün adına hesab açılmalı olduğunu, həmin hesaba keçəcək maddi yardımın məbləğinin 10% və ya 5% həcmində, hərdən isə özümdən uydurduğum məbləğdə pul vəsaitinin depozit qismində ödəməli olduğunu, yalnız bundan sonra vəd olunan maddi yardım qismində ayrılan pul vəsaitinin və üstündən də depozit qismində ödədiyi pul vəsaitinin ala biləcəyini bildirmişəm, deyə Elvin Əliyev göstərib. Elvin Əliyevin sözlərinə görə vətəndaş terminala yaxınlaşaraq ona zəng vurmuş, izah etdiyim qaydada vətəndaş terminalda elektron pul kilsəsi bölməsinə, oradan da portmanat yarım bölməsinə daxil olur, öz mobil nömrəsini daxil etməklə qeydiyyatdan keçir və açılan hesab nömrəsini tələb etdiyi məbləği yükləyirdi. Daha sonra tələbimlə vətəndaş telefonuna gələn məxfi şifrəni mənə bildirirdi və bu vaxt etopaz idman mərc oyunlarında özümə məxsus abunə hesabının pul köçür bölməsinə daxil olaraq vətəndaşın dediyi məxfi şifrədən istifadə etməklə depozit metodu yolu ilə vətəndaşa məxsus portmanat hesabda olan pul vəsaitini həmin hesabımda olan balansıma köçürürdüm, deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, dələduzluq yolu ilə pulların ələ keçirdiyi 2-ci Qarabağ müharibəsinin iştirakçılarının mobil telefon nömrələrini onların yaşadıkları kəndlərin, qəsəbələrin və şəhərlərin icra nümayəndələrinin və müavinlərindən öyrənib. Həmin şəxslərə də özümü vəzifəli şəxs kimi təqdim etmişəm. Onlar da həqiqətən vəzifəli şəxs olduğuma inanıblar və istədiyi məlumatları mənə bildiriblər. Portmanat hesabından da öz hesabıma köçürdüyüm pullarla futbol və digər idman oyunlarını mərc etmişəm. Bəzən qazanmışam, bəzən də uduzmuşam. Mərc saytlarından qazandığım pulları
bank hesabıma götürmüşəm. Bakı şəhərində müxtəlif ərazilərdə, əsasında Sabunçu rayonu ərazisində yerləşən ATM terminallarından nağdlaşdırılaraq şəxsi ehtiyaclarıma sərf etmişəm, deyə Elvin Əliyev ifadəsinə belə yekun vurub. Digər təqsirləndirilən Ənvər Əkbərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əliyev 8 il, Ənvər Əkbərov 6 il müddətinə azadlıqdan məhrum edilib, onların cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib. Hökmdən təqsirlənən şəxsin müdafiəçiləri apellyasiya şikayəti veriblər. Müdafiəçi müvəkkillərinin barəsində olan Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 1, 2977.2.2, 2977.2.3, 193.1.2.1, 193-1.2.2 maddələri ilə bəraət hökmü, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 2978.2.1, 2978.2.2, 310-cu maddələri ilə azadlıqdan məhrum etməyən cəza təyin edilməsini xahiş ediblər. Digər təqsirləndirilən Ənvər Əkbərovun müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçisi müvəkkilinin ittiham olunan əməllərinin əsassız olduğunu, törədilən cinayətdə iştirak etmədiyi, məhkəmə istintaqı ilə tam təsdiq olunduğunu, cinayət işinin ona aid hissəsinin icraata xitam verilməsini, azadlığa buraxılmasına dair qərar qəbul edilməsini xahiş edib. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hər iki şikayət təmin olunmayıb. Bu qərardan narazı qalan təqsirlənən şəxslərin müdafiəçiləri kassasiya şikayəti verib, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayətlər təmin olunmayıb.